Bax, deməli deyir ki, iti bucağı 15-dir, hipotenuzu nədir? S. Düz bucaqlı üç bucaqdan danışır. Hipotenuzu S-dir, iti bucağı 15-dir. Düzdürmü? Deməli deyir ki, üç bucağın sahəsinin, həmən bu düz bucaqlı üç bucağın sahəsinin S kvadrat bölü 8 olduğunu deyir, ispat edə. Bax, birinci halda danışıram, bunu tamamlayıram düz bucaqlıya. Düz bucaqlıya tamamlayandan sonra deyirəm ki, bu 15-dirsə, bu 75-dir. Sonra ikinci diagonal çəkirəm. Deyirəm ki, yenə eyni söhbət. Burayla bura daxil çarpaz. Bura 15-dirsə, burada 15-dir. Sonra diagonallar bir-birinə bərabər olur. Bura 15-dirsə, burada 15-dir. 15-15-ə görə bura 150-dir. Nə bilim, 150-nin qoşusu 30-dur. Düzdürmü? Sonra deyirəm ki, buna düz bucaqlı olsa da, ixtiyari düz bucaqlı gözündən baxsaq, ixtiyari düz bucaqlının sahibi üstürü nədir? D1, D2 bölünsün 2, vurulsun. Onlar arasında qalan bucağın sinusu. Və bizim hipotenuzumuzun hamısı bir yerdə S-yə bərabərdirsə, diagonalımız S-dir, diagonalımız S-dir. Oldu nə? S vuraq S bölə 2, düzdürmü? Bir də vuraq sinus 30, yəni 2-də 1. Bu olur bizim nəyimiz? Düz bucaqlımızın sahəsi. Əgər mən düz bucaqlı üç bucağın sahəsini istəyirəmsə, həmən bu düz bucaqlının sahəsini 2-yə bölərəm, yekun aşağı, düzdürmü? Buradan aldım S kvadrat bölək 4. Burada yerinə yazdım. S kvadrat 4-ü də 2-yə böləndə S kvadrat bölək 8-i aldım. Bu birinci soru. Düzdürmü? Burada sözünü yazmalıyım. Yox, qətiyyən ehtiyac yoxdur. Yəni bu yazdığımı yaz kifayət edir. Başa düşdük? İndi ikinci sorundan danışıram. İkinci soruda deyirəm ki, qulaq asaq. İkinci solunda nətər demişdik? Birinci Murad dediyindən danışaq gəlin. Hə, Murad üç bucaqdan danışır, beləmi? Bax, indi Murad dediyindən yazaq. Düz bucaqlı üç bucaqdırsa, diagonal S-dirsə, düzdürmü? İki bucağı 15-dirsə, bunu yazandan sonra, Sabri, sana qulaq asın. Demək, diagonala median çəkirəm. Düz bucaqlı üç bucaqda, diagonal deyəndə hipotenuza. Düz bucaqlı üç bucaqda hipotenuza çəkirəm median. Onu yarı bölməklə yanaşır. Özü də onun yarısına bərabər olur. Düzdürmü? Sonra S bölü 2, S bölü 2-yə görə 15-dirsə, 15-dir. 15-15-dirsə, bura 150-dir. Qoşusu 30-dur. Bu üç bucağın sahəsi tapıb, nə almalıyam? 2-yə vurmalıyam, eləmi? Ya da 2 ilə ayrı-ayrı üç bucaqların sahəsi də tapsaq deyə bilərik. Düzdür? Bu sahəsi nədir? 2 tərəf, onun arasında qalan bucağın sinusu bölü 2. Yenə bu üç bucağın sahəsi 2 tərəf, onun arasında qalan bucağın sinusu bölü 2. Düzdür? Və S bölü 2, S bölü 2, S bölü 2, S bölü 2 deyil. 30 dərəcədə sinus 2-də 1 eləyir. 150-də 2-də 1 elədiyinə görə elə bunların sahələr bir-birinə bərabər. Deməli, üç bucağın sahəsi, düz bucaqlı üç bucağın sahəsi bərabər olar. Bu üç bucağın sahəsinin 2 mislinə. Düzdürmü? Deməli, yazarıq. S bölü 2, vuraq S bölü 2, 2 tərəf. Onlar arasında qalan bucağın sinusu bölək nə? 2. Buradan alaram ki, düz bucaqlı üç bucaq bərabər olar sahəsi. Bunlar geçsə, sinus 30 elədi 2-də 1. Cavab olar nə? S kvadrat bölək 8. İkinci sorumuz oldu bu. İndi danışırıq üçüncü soruda. Üçüncü soruda nə idi? Sinusla yazırdıq. Qarşı böl, hipotenuzla. Düzdürmü? Silə bilərəm. Başa düşdünüzə? Üçüncünü də yazın, yazaq. Üçüncüyə də baxmıraq. Silindir mövzusunda bu tipdə bir şey var idi. Bax, bura 15 dərəcə deyir, düzdür. Hipotenuzu da S deyir da. Özündən bura bir dənə A yazıram, bura bir dənə B yazıram. Sonra sinus 15-in dərəcə ölçüsünə görə deyirəm ki, sinus 15 dərəcə nədir? Qarşı böl hipotenuz. Qarşı böl hipotenuz. Sonra nə deyirik? Kosinus nə? 15. Kosinus 15-də nə edir? 2 böl hipotenuz. Əla. Sistem tənliyi, tərəfə vururuq. Vurandan alarıq. A-nın
yazıq. Sinüs 15, kosinüs 15 bərabər A bölü C, B bölü C və bununla davam eləmək olmur. Normali hər tərəfə bir dənə vururuq, 2. Hər tərəf 2-yə vuranda bu yığışdırı olur nə? Sinüs 30 dərəcə bərabərdir. Deməli, A, B bölünsün, 2AB bölünsün, C-nin kvadratı. Düzdürmü? Mənə da lazımdır düzbucaqlı üçbucağın sahəsi. Düzbucaqlı üçbucağın sahəsi də katetlərin hasilini yarısın. Həmin bu aldığımız ifadədə AB-ni tapıb gətirib yerinə qoyuruq, qutarır. AB nəyə bərabərdir? AB bərabərdir. C kvadratı vurulsun. Sinüs 30 eləmişdi nə? 2-də 1, düzdürmü? Hə, yaxşı. Bir dənə də AB-nin yanında 2 var idi deyə, bura bir dənə də 2 yazdım. Yəni qısacası ABC kvadrat bölək 4-ə bərabərdir. Gətir yerinə qoymağa. C kvadrat bölək 4, bir dənə də 2 var. Yekunda düzbucaqlı üçbucaq, C kvadrat bölək nəyə bərabər olur? 8-ə. Heç yolundan baxdıq. Bunu oxşar sual öyrənin buraxılış kitabında var idi, işləmişdik.